Mən nələri qurban verdim. Amma bugün huzur axtarıram ki, rahat oturun, məndən danışmasınlar. Məni tamamilə mən istəyirəm, məni unutsunlar. Yox, onu istəməyə sizin haqqınız yoxdur. Mən səhnədə yoxdur. rolümü oynayım. Yox, mənim sənətim haqqında ikinci bir insan durub söz deyə bilməz. Yəni ki, mənim səhnəmə toxunanda, obrazlarıma, şeirlərimə toxunanda mənə çox pis təsir eləyir. Elə bilməsinlər ki, yəni mənim bir sinəyə heyfsləndim. Dediniz ki, ailə niyə qurum? Mən həyatımı səhnəmə qurban verdim. Hətta mən illər öncə mən səhnəmi açsaydım, çox imkanlı, çox xanım xatın, çox bir yerdə evin xanımı olaraqdan yaşayardım. Qızımın da bu günləri çətinliklə yox, çox rahat böyüdərdim. Mən qadın olardım, xanım olardım, evin xanımı olardım. Rahat, beynim, düşüncəm, əsəblərim yerində sakit xanım olardım. Mən canımı səhnəmə, həyatımı qurban verdim. Olmur, kimə cavab verəsən? O mənasız söz danışır, bu mənasız gündəmdə qalmaqdan ötürü kimə? Mənim səviyyəm deyil səviyyəsizlərə cavab vermək. Elə bilməsinlər ki, onlar çəkinib, yox, cavab vermirəm. Mən özümü sığışdıra bilmirəm, aşağıda olan danışar. Həmişə var olandan, həmişə aşağıda olan insanlar var olandan danışarlar. Görün bir var olan, məndən görürsünüzmü, mən bir adam haqqında söz atam, danışam, müzakirə eləyəm. Yox, çünki mənim öz həyatım, öz işimlə məşğulam. Mən həyatımı, mən o qədər gözəl bir şanslar var idi ki, qarşımda. Mən ailə qura bilərdim. Bəli, gənc qız özünü seçim elədi. Bu gənc qız həyatda seçim etdi. Seçim, daha da mən neçə illər, yəni ki, səhnədən uzaqlaşmalıydım ancaq. Mən sevdiyim insanı da qurban verdim səhnəmə. Ay, nə danışırsın? Ailə qurmadı, özü xanım olacaqıydım. Amma bu günlər oturmuşam, deyirəm, bəlkə də oturmuşam, deyirəm, ay, mən səhnəni, sənəti o qədər sevdim ki, mən bilsəydim bu şeylər var, o vaxt səhnəmi qoyub gedərdim. İlahi, mən çox pis oldum. Yaxşı, və sizi sevən insan durmadı mı arxanızda? Heç olmasa o dayanardı da, sizə dayaq olardı. Ailə qurardı, siz aktrisalığınızı davam eləyərdiniz. Yox, alınmazdı, çünki istəmirdi. Həyat gedir. Bilirmiş, o vaxtlarda səhnə, mən dedim, yox. Hətta dedilər, xalq artisti adı da aldın. Dedim, mən səhnədən qalsam, sus, balıq kimi olaram. Nəfəsim çatmaz mənim. Hər şeyimi qurban verdim. Bugün amma tək qadın. Tənha qadın susma danış, tənha qadın susma danış. Bəli, ailəsini, həyatını sənətə qurban verən qadın.